biz biləcəyik ki, play-offda Misli Premyer Liqasına yüksəlmək üçün Qəbələnin rəqibi hansı komanda olacaq? Heyətlərlə tanış olaq. Şəfadan başlayaq. Onlar göy gemdə çıxış edirlər. Qapını Əlirzə Müştəbəzadə qoruyur. Kapitan bugün Novruz Məmmədovdur. 21 nömrəli futbolçu, 33 Tərlan Quliyev, 88 Akşin Paşayev, 14 Vüqar Əsənov, 9 İbrahim. Hakimin işarəsi gəldi. Zaqatala Şəfan matçı başladı. Pərviz Azadov oyunu üzərinə götürür. Pərvizin fərdi reydlərini çox görmüşük. Xəyal Tomarov. Tomarovun zərbəsi Davud Şabanov əla çıxartdı. Mahmud istiqamətini ötürmə. Mahmud topa çatır. Mahmuddan cərmə meydançasını ötürmə. Top itkisi. Ron İsmailov. Təhlükəli hücum ola bilər. Ronin zərbəsi Əlirzanın üzərinə getdi top. Əlirza. İbrahim qapıcı ilə təkbətək çıxır. İbrahim qol vəziyyəti. İbrahimin zərbəsi qol. Şəfa hesabı açdı. İbrahimlə İbrahim Əliyev. Kənan Müslümovun səhvini bağışlamadı. Hücumçu. Şəfanı sevindirir İbrahim Əliyev. Kənan Müslümov müdafiədə kobud səhvi. Və İbrahim fərqləndi. Təkbətəkdən istifadə etdi. İbrahim Paşayev. Sürəti əks hücum ola bilər. 2-1 gəlib bunlar. Okan irəliləyir. Okan Təhmərzi Tərlan çatmağa çalışır. Kamil qardaşını gördü. Kamil bayraq qalxdı. Ofsayd xəttinə diqqət eləmək lazım idi. Çox perspektivli əks hücumdan istifadə edə bilmədi Zaqatalalı futbolçular. Top tikisi Zaqataladan. İbrahim Əliyev ofsayd yoxdur. İbrahim ikinci qola gedir. İbrahim Əliyev qapıcı ilə üzlədi. İbrahim Əliyev top dirəkdən qayıtdı. Sərxan Salcınatın hücuma qoşulur. Və ötürməni aldı Sərxan. Sərxan Abdullayev təcrübəli Salcınan müdafiəçisi. Oyunu üzərinə götürür. Cərimə meydançası Sərxan. Sərxanın zərbəsi gol! Zaqatala hesabı bərabərləşdirdi. Sərxan Abdullayev. Oyunu üzərinə götürdü. Rəqibi aldatdı. Cərimə meydançasına daxil oldu. Və sol ayağı ilə yaxşı zərbə indirdi. Orada Ruslan Hacıyev. Ruslan qapını yoxladı Davud Şabanov. Biraz gözlənilməz zərbə idi. Davud çətinliklə top dəf etdi. Mahmud. Mahmudun zərbəsi gol! Zaqatala fərqləndi. Əlirza yerindən tərpənmədi. Topa sadəcə baxdı. Reaksiya göstərmədi bu topa. Əlirza Müştəbəzadə. Şəfanın qapıçısı. Mahmudun haqqın verək. Əla zərbə. Sol cinaha ötürdü. Ruslan Hacıyev oradadır. Əla paslaşlar. Tərlan Quliyev cərmə meydançasına. Tərlanın ötürməsi mərkəzə. Raminin zərbəsi. Rüstəm Nuriyev topu boş qapıdan çıxardı. Növbət dəfə Rüstəm Nuriyev nələr eləyir? 2 dəfə, ardıcıl 2 dəfə topu boş qapıdan çıxardı. Xətt üzərindən baş zərbəsi Tərlan Quliyev. Mütləq sığorta ikinci müdafiəçi gəlməlidir və elə də etdi Tomarov. Okan Təhməzli. Okanın zərbəsi Əlirza bu dəfə xilas etdi komandasını. Ruslanın ötürməsi cərmə meydançasına. Novruzun baş zərbəsi top qapının üstündən keçdi. Artıq hərəkətlər edincə topu itirdi. Aqil Paşayev, əla ötürmə. Ruslan Hacıyev, Mardok gəldi, ötürmə. Qol vəziyyəti Aqil. Aqil Davud Şabanov. Xəyal topu havalandırdı rəqibin cərmə meydançasına. Kabamba Mardok. Aqil Nəsibov. Və hakim matçı bitirdi. Zaqatala Şəfanı 2-1 hesabı ilə məğlub etdi.